Sumqayıtdan bir sakin bizə müraciət edib bildirdi ki, ona ünvanlı sosial yardım verilmir. Nə qədər müraciət eləsə də bir xeyri olmuyor. Hətta iddia eləyirdi ki, ünvana gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onunla qonşunun arasında olan qapını qırıblar. Məsələnin əslinə və ətraflı nəzər yetirəcək. Baxın. Şefiri də sındırıblar atamda yerə. Bura bağlı olub, gəlib buranı aşırdıblar, bunu çəkiblər bu tərəfə. Sonra qapı arxadan bağlanır o tərəfdən. Deyəsən çıxıblar oradan onu açıblar, buradan keçiblər o tərəfə, qonşunun evin qapısının zadını döyüblər ki, bilmirəm yəni nə məqsədlə eləyiblər oranı. Müsahibim deyir ki, az təminatlı ailə olduğundan yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Bundan sonra Nazirliyin əməkdaşları onun evinə baxış keçiriblər. Elə hər şey bundan sonra baş verib. Səbuhi Hüseynli iddia edir ki, ona yardım edilməmək bir yana, qonşu ilə arasında olan qapı da qurumun əməkdaşları tərəfindən sındırılıb. Qonşu ilə aramızda olan bu çəpəri söküb keçib qonşunun həyətinə, qapısını döyüblər, nə bilim, artıq hərəkətlər eləyiblər də, yersiz hərəkətlər eləyiblər, lazımsız suallar veriblər. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, vətəndaşın dedikləri doğru olmasa da, amma artıq ona ünvanlı sosial yardım təyin olundu. Vətəndaşın dedikləri həqiqəti əks etdirmir. Belə ki, Sumqayıt şəhər sakini Hüseynova Afaq Balayar qızının ünvanlı sosial yardımla bağlı bu il dekabrın 1-də elektron müraciətinə əsasən dekabrın 12-sində ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Vətəndaşın razılığı əsasında maddi məişət şəraitinin müayinəsinin video çəkilişi aparılıb. Videoda da arakəsmənin yerində olduğu görülür. Maddi məişət şəraitinin müayinəsindən sonra ailəyə dekabrın 1-dən bir il müddətinə 474,53 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. Bir sözlə, qapısı təmir olunmasa da yeni ildən etibarən vətəndaş ona təyin olunan ünvanlı sosial yardımı ala biləcək.